ABCD paralelogramında LAC ve NCA bucaqları beraber verir. Perimetr ABN 30 olarsa ABCD paralelogramın perimetri tapılır. Fikir versən, LAC ve NCA bucaqları birbirine beraber bucaqlardırsa, burada yaranan ANC üçbucağı beraberlən bucaqdır. Yəni AN ilə NC birbirine beraber. Ben qeyd eləsəm, A tərəfin A, bu hissəni B, burası yazsam, burada bizə yerine çevriləcək. Yəni AB'nin ümumi uzunluğu B plus C. Bizdə də AB'nin üçbucağının perimetri verir. AB'nin üçbucağının perimetri 30 olduğu üçün A plus B plus C beraberdir 30 qeyd edilir. ABCD paralelogramının perimetrini soruşduğu üçün perimetri ABCD beraber olacaq 2 dəfə. A ilə B plus C'nin tərəfi. A plus B plus C. Bu da bize verecek 2 vurulsun 30, cevap edecek 60. Doğru cevap olacak B.